Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefkahu kavli amma ba'd. İlk önce Allah Azze ve Celle'den isteyirik ki Allah Azze ve Celle bize burada ev sahibliği eleyen, bizi burada ikram eleyen, bize burada ikram eleyen kardeşlerimize Allah bereket versin. Onlar bizi böyle bir güzel mekanda ikram ettikleri kimi Allah da onları Firdevs cennetlerinde Allah Azze ve Celle onlara ikram etsin. Allah malınıza, ehlinize ve sizlere bereket versin. Allahümme amin. Ve sonra bizim danışacağımız, içinden çıkabilmediğimiz birçok problemlerin əslində qarşımızda olan bir düşmən səbəbi iləndir. Və elə bir düşmənlə qarşı-qarşıyayıq ki, həmin o düşmən bütün əlindən gələn hər bir şey edir ki, sənin bütün əməllərini puç etsin. Və elə bir düşməndir ki, səni fərd olaraq tək sən Əhmədsən, Əlisən, Vəlisən deyə tanımır. Milyonlarla, milyardlarla insan görüb, tanıyır, insanın xislətini, insanın necə bir məxluq olduğunu bilir. Və qarşımızda bizi bizdən yaxşı tanıyan bir düşmənimiz var. O da şeytandır. Və həmin o şeytan insana elə bir şəkildə, elə bir formada gəlir ki, ta ölüm ayağına qədər insanı tərk etmir. Yəni ta ki son anında belə, son nəfəsində belə sənə ondan öncə edə bilmədiyi şeyləri son nəfəsində belə gəlir səndən onu almaq üçün, o səni uçuruma salmaq üçün, səni məhrum etmək üçün, səni düşmüş olduğun o hal yaxşı bir haldırsa, xeyirli bir hal üzərəsənsə, səni o haldan çevirmək üçün şeytan bundan dolayı hətta ölüm ayağında belə insanı tərk etmir. Baxın, İmam Əhməd kimi bir adam ölüm ayağında gəlirlər, deyirlər ki, ey Əhməd, denən ki, la ilahə illallah. İmam Əhməd deyir ki, hələm yox. Yenə deyirlər ki, ey imam, denən ki, la ilahə illallah. İmam Əhməd deyir ki, hələm yox. Və ətrafda olanlar tədirgin olmağa başlayır ki, İmam Əhməd kimi bir adam ölüm ayağındadır. Və biz ona deyirik ki, denən la ilahə illallah, o isə deyir ki, hələm yox. Və bir müddət sonra İmam Əhməd özünə gəldikdən sonra deyirlər ki, ey Əhməd, səninlə aramızda belə bir diyaloq oldu. Nə idi bunun səbəbi? Sən bizə deyirdin ki, hələm yox. Deyir, mən sizə deyir, hələm yox demirdim. Şeytan deyir, gəlmişdi deyir son anda və mənə deyirdi ki, ey Əhməd, sən mənə qələbə çaldın. Yəni, mən bu dünyada səninlə baş eləyə bilmədim, sən mənə qələbə çaldın, mən isə ona deyirdim ki, hələm yox. Yəni, məni azdıra bilməyəcəksən, məni öz nəfsimi bəyənməyə sövq edə bilməyəcəksən. Yəni, sanki mən sənə qələbə çalmışam, bitdi, artıq mən qurtuldum, məni oyuna sala bilməyəcəksən. Diqqət eləyin, şeytan son anda belə insanı tərk etmir. Son anda belə insan ilə məşğul olur, hətta ona sağdan yaxınlaşıb. Demir, mən sənə qələbə çaldım, sən mənə qələbə çaldın deyir. Mən səni məğlub edə bilmədim, sən isə məni məğlub etdin. İmam Əhməd isə deyir ki, hələm yox. Demək ki, biz düşmənimizə qarşı oyaq olmaq məcburiyyətindəyik. Allah Azze ve Celle öz əzəmətli kitabında bizə şeytanın bir yolu olduğunu bildirir. Və Allah Azze ve Celle onun addım izləri ilə getməyin deyir. Addım izi nə deməkdir? Deməli, önümüzdə çox uzun bir yol var və həmin o uzun yolda addım izləri var. Allah Azze ve Celle bizə bildirir ki, şeytanın addım izləri ilə getməyin. Və Allah Azze ve Celle'nin rəhmətindəndir ki, biz qullarına Allah Subhanahu ve Teala o düşmənlə arasında olan diyalogu Allah Azze ve Celle bizə bildirib. Yəni, sizin önünüzə belə bir düşmən gələcək. Sizə hardan yaxınlaşacaq? Sizə necə yaxınlaşacaq? Allah Azze ve Celle bizə bunu öz mübarək kitabında xəbər verir. Şeytanın Allah ilə arasında olan diyaloglardan biri nə idi? Allah Azze ve Celle'ye bizim haqqımızda vəddə bulundu. Nə idi o vəd? Birincisi, mən dedi onlara önlərindən gələcəm. Mən onlara arxalarından gələcəm. Mən onlara sağlarından gələcəm və mən onlara sollarından gələcəm. Və sən onların çoxunu şükür edən olaraq görməyəcəksən, dedi Allah Subhanahu ve Teala'ya. Diqqət edin, şeytanın insan oğluna gəldiyi birinci yer önlərindən gələcəm, dedi. Önlərindən gəlmək nə deməkdir? Elm əhli deyir ki, yəni onların önlərində olan axirət həyatı ki var, axirətlə bağlı onları problemlərə salacam. Axirətlə bağlı onların qəlblərini məşğul edəcəm. Axirətlə bağlı olan məsələlərdə onları geri atacam. Allaha verdiyi vəd buydu. Bu günləri biz önümüzdə iki sinif insan görürük. Birinci sinif insan hansılar ki onlar gecə gündüz Allah Subhanahu ve Teala'nın
ahirəti ilə bağlı insanların qəlblərinə şübhə salmaq istəyirlər. Baxırsan ki, adam müğənnidir, heç əlaqəsizdir. Yəni, bu məsələlərlə uzaqdan, yaxından bir əlaqəsi yoxdur. Bir verilişin birində oturub, ahirətlə bağlı olan bir məsələ ilə istehza eləyir. Ta ki, insanların qəlbinə bir narahatçılıq, bir şübhə salsın. Baxırsan, adam siyasətlə məşğuldur. Bu mövzularla uzaqdan, yaxından bir əlaqəsi yoxdur. Çıxmış olduğu bir verilişdə insanların qəlbinə ahirətlə bağlı bir problem. Çünki şeytan, insanlardan və cinlərdən olan şeytanlar insanların qəlbinə bu yolla nə edirlər? Ahirətlə bağlı olan problemi daxil edirlər. Və bu ahirətlə bağlı olan məsələyə mümin insanın inancı, yəqinliyi nə formada olmalıdır? Elə bir şəkildə ki, ahirətə biz necə inanmışıq? Vallahi bizim bu günümüzdən daha yəqin bir formada. Yəni, mən buradayam, canlıyam, qanlıyam, səni görürəm, sən məni görürsən. Mümin olan bir insanın Allahın önünə gedəcəyi inanc necə olmalıdır? Bu gündən daha yəqindir. Yəni, bu gün ola bilər ki, mən gözümü açaram, görərəm ki, mən yuxudaydım. Düzdür? Ehtimaldır. Gözümü açaram, görərəm ki, mən ümumiyyətlə bu anı yaşamamışam, düşünmüşəm, təsəvvürümdədir və s. İnsanın başına gələ biləcək şeylərdir. Amma bir müminin ahirətlə bağlı olan inancı bu günündən daha yəqindir. Mümin insan daha yəqin bir şəkildə bilir ki, o Allaha doğru gedir. O Allahın önünə gedəcək. O Allahın önündə bütün insanlar cəmlənəcəklər. Etmiş olduğumuz bütün əməllər Allahın önünə qoyulacaq. Mümin insanın Allah subhanahu wa ta'ala olan inancı, Allahın ahirətinə olan inancı bu formadadır. Fəqət dediyim kimi kafirlər gecə-gündüz bu ahirət inancını sirkələməyə çalışırlar. Biz mümin olan insanlar olaraq əsla və əsla izin verməyəcəyik ki, ta ki onlar bizim qarşımızda oturub ahirətlə bağlı olan məsələlərdə insanların qəlblərinə bir şey salsınlar. Biz onları dinləməyəcəyik dahi. Baxın, bu günləri necə təəssüf edici bir şeydir ki, bir insanın qarşısına gəlsən, onunla söhbət edib, üzr istəyirəm, onun ailəsini təhqir eləsən, onun ailəsi ilə istehza eləsən, onun nəfsinə ağır gələcək sözlər sərf eləsən, bir saniyə belə səni dinləməz. Fəqət insanın biri gəlir, oturur, internetdə 10 dəqiqə danışır, ahirətlə istehza eləyir, Muhammed sallallahu aleyhi və səlləmlə istehza eləyir, Allahın kitabı ilə istehza eləyir. Həmin insan isə oturur 10 dəqiqə o adamı dinləyir. Belə bir insan dininə hörmət edən bir insandır. Dininə hörmət eləyən bir insan, Allahın dini ilə istehza eləyən, Rəsulu ilə istehza eləyən, müminlərin anaları ilə istehza eləyən insanlara oturub dinləyə bilər məgər? Mümkün deyil belə bir şey. Ona görə insan Allahdan qorxması lazımdır. Dininə önəm verməsi lazımdır. Bir insanın Allaha olan inancı, Allaha olan yəqinliyi hansı formada olmalıdır? Məsələn, örnək verirəm. Mən Orxana güvənirəm. Ondan əminəm, ondan arxayınam. Sən gəlib mənə Orxan haqqında bir şeylər danışsan, mənim qəlbimə onun haqqında bir şeylər salmaq istəsən, əgər mən ona olan dostluğumda, ona olan vəfamda, ona olan sədaqətimdə, onun mənə olan vəfasında, sədaqətində yəqinəmsə, sənin mənim onun haqqında danışdığım bütün şeylər önəmsizdir. Nə danışırsansa danış, ya sənə güləcəm, ya sənə deyəcəm, sən düz başa düşməmsən, ya səninlə istehza eləyəcəm və s. İndi təsəvvür et ki, bu dünyada belədirsə, dünyada sən bir dosta, bir yoldaşa etibar edirsən, biri gəlib onun haqqında sənə danışanda, biri gəlib onun haqqında səni pisləyəndə dinləmək dahi istəmirsən, bir dəqiqə belə dinləmək istəmirsən. Düşün ki, bir adam gəlir sənin önündə, aləmlərin Rəbbi olan Allah haqqında danışır. Sən isə oturmuşsan internetdə onları dinləyirsən, sən isə oturmuşsan onları izləyirsən, baxaq görək bunlar nə danışırlar, belə bir şey ola bilər məgər? Səbəb nədir bunun olmağına? Çünki sən Rəbbini tanımırsan. Adam var deyir ki, filankəs şübhəyə düşdü, İslamdan çıxdı. Ateistin birini dinlədi, şübhəyə düşdü, İslamdan çıxdı. Niyə çıxdı bilirsən? O niyə dostu haqqında şübhəyə düşmürdü? Amma aləmlərin Rəbbi olan Allah haqqında şübhəyə düşdü. Gəlib onun əhli haqqında onu şübhəyə sala bilərdi kimsə? Mümkün deyil. Niyə? Deyəcək, mən əhlimi tanıyıram. Deyəcək, mən dostumu tanıyıram, qardaşımı tanıyıram. Şübhəyə düşməyəcəkdi. Amma aləmlərin Rəbbi olan Allahı tanımadığına görə, bilmədiyinə görə hər gələn Rəbbi haqqında ona bir şübhə saldı və o da Allah Azza və Cəllənin dinini tərk etdi. Yəni, insanların Allahın dinini tərk etməsinin səbəbi bu dinsizlərin çox güclü dəvət aparmasından dolayı deyil. Bizlər Rəbbimizi haqqı ilə tanımadığımızdan dolayıdır. Niyə gəlib adam mənə öz əhlim haqqında, dostum haqqında, valideynim haqqında, övladım haqqında şübhə sala bilmir? Amma aləmlərin Rəbbi olan Allah haqqında məni şübhəyə sala bilir. Çünki səbəb odur ki, sən aləmlərin Rəbbi olan Allahı yaxşı tanımırsan. Sənin onun ağzından vurman lazımdır. Sənin demən lazımdır ki, sən aləmlərin Rəbbi olan Allah haqqında danışırsan. Necə ki, ən uca misallar Allaha aiddir. Dünyalıq dostumuza bunu qəbul eləmədik. Nə dedik? Sən mənim dostum haqqında danışırsan. Mən onunla uzun illər, mən onu belə tanımışam, mən onu elə tanımışam, təsqiyə edirsən, qoruyursan, ağzını dahi açmağa qoymursan. Amma bir dinsizin səni yaradan,
səni ananın bətnində saxlayan, səni yedirdən, səni içirdən, sənə bütün neymətləri verən, üzərində olan bütün neymətlər Allahdan da Allah bunları sənə verib, fəqət biri gəlir aləmlərin Rəbbi olan Allah haqqında, qiyamət haqqında, Rəsulu haqqında, əshabı haqqında bir şeylər deyir, sən isə onu dinləyirsən, ona haqq qazandırırsan və günün sonunda da Allah Azza və Cəllənin dinini tərk edirsən. Etməmiz gerəkən şey nədir? Bu insanlara qarşı qulağımızı bağlamaqdır. Hətta ola bilsin ki, sən bir məsələnin cavabını bilməyə bilərsən. Olubmu, olmayıbmı, doğrudurmu, deyilmi? Necə ki, bunu misal verdik dünyalıq dostluqlara. Adama nə deyəcək? Ola bilsin ki, mən onun özündən soruşmalıyam. Ola bilsin ki, mənim bilmədiyim bir şey var. Ola bilsin sənin yanlış başa düşdüyün bir şey var. Mən cavabını bilmirəm. Fəqət insanlar Allah haqqında belə etmirlər. Ola bilsin sən mənə bugün şübhə atırsan, mən cavabını bilmirəm. O demək deyil ki, onun cavabı yoxdur. Sən bir şeylər danışırsan, mən cavabını bilmirəm. O demək deyil ki, mən şübhəyə düşməliyəm. İnsan özü haqqında, dostu haqqında, yoldaşı haqqında şübhəyə düşmür. Amma aləmlərin Rəbbi olan Allah haqqında şübhəyə düşür. Necə də utanc verici bir şeydir. Necə də əcaib bir şeydir. Ona görə bizim üzərimizə düşən şey qorumaqdır dinimizi, qorumaqdır əhlimizi, qorumaqdır özümüzü və ətrafımızda olan insanları bu kimi insanlardan. Aləmlərin Rəbbi olan Allah haqqında danışır, susturacaqsan. Deyəcəksən ki, sən Rəbbini tanımırsan. Mənim Rəbbim olan Allah Subhanahu wa Ta'ala mütləq ki, bir şeylər etmişsə, o bir hikmətə dayalı bunu etmişdir. Məni anamın bətnində saxlayan, məni orada yedizdirən, məni bir suyun içərisində zəbt edən Allah, yeri göyü idarə edən Allah, sən gecə başını yatağa qoyursan, yatırsan və dünyadan arxayınsan, dünyadan narahat deyilsən ki, görəsən gözümü açanda başqa bir yerdə oyana bilərəmmi? Görəsən gözümü açandan sonra bu dünya altı üstünə gələ bilərmi? Günəş, ay, bunlar bir-birlərinə bir zərər vura bilərmi? Bunlardan narahat deyilsən, gözünü yumub rahat yatırsan, bunları idarə edən Allah, belə bir Allah haqqında məni şübhəyə salmağa gəlmisən, belə bir Allah haqqında nazir etdikləri barədə məni şübhəyə salmaq istəmirsən, ağzından vurub dinləməməmiz lazımdır. Kim ki elə insanları dinləyir, vallahi onlar dinləri ilə qumar oynayırlar. Vallahi onlar dinlərinə dəyər verməyən insanlardır. Dininə dəyər verən insan 10 dəqiqə oturub bir ateisti dinləməz. Deyil 10 dəqiqə, 1 saniyə belə dinləməz. Biri təsəvvür et ki, sənin ailən haqqında, sənin övladın haqqında pis şeylər danışır. Sən də deyirsən, qoy görün, bəlkə haqlılıq tərəfi var. Belə bir şey ola bilər? Belə bir şey ola bilməz. İnsan ağzından vurar, insan keçər, insan dinləməz. Çünki sən Allah haqqı ilə qədrini bilməmsən. Sən Allah haqqı ilə qiymətləndirə bilməmsən, hər gələn şübhəyə qulaq verirsən, hər eşitdiyin səsə qulaq verirsən və günün sonunda belə insanlar baxırsan ki, Allah Azza və Cəllənin dinini tərk ediblər. Bizim Allahdan qorxmağımız lazımdır. Şeytanın oyununa düşməməyimiz lazımdır. Bu birinci sinif idi. İkinci sinif, baxırıq, görürük ki, şahid oluruq ki, həm nəfsimizdə, həm insanlarda gördüyümüz axirətlə bağlı olan məsələləri həqiqi mənada unutmuşuq. Bu əzəməti, bu böyüklüyü, bu həqiqəti unutduğumuza görə şeytan bizə önümüzdən gəlir və axirət həyatını bizə uzaq göstərir. Şeytanın bizə yaxın göstərmiş olduğu yer haradır bəs? Şeytan dedi ki, mən onlara arxalarından gələcəm. Arxa nədir? Arxa dünyadır. Yəni onlara dünyalarla gələcəm, dünyaları onlara süslü göstərəcəm, fəqət önlərində olan axirəti onlara unutturacam. Məgər bugün nəfsimizə baxdığımız zaman bu belə deyil. Arxadan gələn dünya və önümüzdə olan axirət. Dünyaya elə bir şəkildə bağlanmışıq ki, sanki heç bir zaman buradan ayrılmayacaq. Dünyada elə yatırımlar edirik ki, sanki heç bir zaman bunlardan qopub getməyəcəyik. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm nə demişdi? Ləzzətləri paramparça edən ölümü çoxca xatırlayın demişdi. Niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə ölümü xatırladır? Çünki öldüyün an bu arxadan gələn dünya ki var idi, sənin gözündə bərbəcəkli olan, bütün yatırımlarını bu dünyada etmiş olduğun bu dünya həqiqi mənada insan ölümü düşünəndə, ölümü başa düşəndə anlayır ki, özü ilə heç bir şey apara bilməyəcək. Anlayır ki, həqiqi olan diyar bu diyar deyil. Necə Peyğəmbər sallallahu aleyhi və səlləmə Ayşə anamız deyəndə ki, ey Allahın Rəsulü, kəsdiyimiz heyvanlardan olan ətləri payladıq, bizə qalan bu oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey Ayşə deyir, bizə qalan bu olmadı deyir, bizə qalan o verdiklərimiz oldu. Nə deməkdir bu şey? Yəni bizə həqiqi mənada qalan Allahın önünə göndərdiklərimizdir. Axirətə göndərdiyimiz acıqədir. Təsəvvür edin ki, bir insan bir yerdən bir yerə köçəcək. Məgər bu dünyada belə deyil. Hansı bir insan müvəqqəti bir saatlıq, bir günlük, bir aylıq səfər etmiş olduğu yerə sanki orada əbədi qalacaqmış kimi tədarük eləyə bilər. Məgər belə bir şey ola bilər? Siz təsəvvür edin ki, biz bura misafir gəlmişik. Deyirik ki, biz bir neçə gün buradayıq. Buradan ev alaq, buradan torpaq alaq, burada bir iş yeri quraq. Belə bir şey ola bilər, belə bir şey ola bilməz. Niyə? Çünki insan səfər olaraq baxmış olduğu yerdə heç bir tədarük görə bilməz. Heç bir orada özünə, sanki orada heç ayrılmayacaqmış kimi özünə orada bir şeylər saxlaya bilməz. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm nə demişdi? Mənimlə bu dünyanın misalı
sanki bir yerdən bir yerə keçib səfər eləyən, bir ağacın altında dayanıb istirahət eləyən, sonra isə yoluna davam edən kimsənin məsələdir, dedi Peyğəmbər sallallahu aleyhi və səlləm. Həqiqi mənada Allah və Rasulunun yanında bu dünyanın heç bir qədir qiyməti yoxdur. Bu gözümüzə görsənən bu gözəlliklərin heç birisi Allah qatında olan gözəlliklərlə müqayisə dahi edilə bilməz. Necə imamlardan birisi nə demişdi? Bu dünyada olan bu gözəlliklər ki var, hansı ki biz burada dinlənirik, hansı ki biz burada əylənirik, nəfsimizə xoş gəlir. Təsəvvür et ki, deyir, bu yerlərdə həm möminlər, həm də kafirlər istirahət edirlər. Həm möminlər qəlbləri fərahlıq tapır, həm kafirlərin qəlbləri fərahlıq tapır. Düşün ki, deyir, aləmlərin Rəbbi olan Allah subhanahu və teala, əşşəkur olan Allah, möminlər üçün, sadəcə mömin olan qullar üçün yaratmış olduğu cənnət necə olacaq, deyir. Sən təsəvvür edirsən, yəni bir halda ki, sən Rəbbinə şərik qoşmamsan, sən Rəbbini təvhid etmirsən, Allah azza və cəllə o cənnət ki, oradan içəriyə bir kafirin addım izi belə keçə bilməz. Bir kafirin nəfəsi belə orada yoxdur. Təsəvvür elə, belə bir cənnət, müttəqilər üçün hazırlanmış olan cənnət və bir də bizim bu dünya, hansı ki, heç müqayisə dahi edilə bilməz. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün əshabı ilə keçəndə bir leş görür. Sizdən hansı biriniz, deyir, pul verib, dinar verib onu alar, deyir. Ey Allahın Rasulü, deyir. O sağ ikən, deyir, heç əksər insanlara lazım deyil. Onun ölüsünü neynəyəcək? Peyğəmbər sallallahu aleyhi və səlləm onda deyir ki, dünya Allah qatında, deyir, o leşdən daha dəyərsiz olan bir şeydir, deyir. Əgər dünyanın Allah qatında bir ağcaqanadın qanadı qədər dəyəri olmuş olsaydı, Allah kafirlərə bir qurtum su belə içirməzdi. Həqiqətən bunu bildikdən sonra, şeytanı bildikdən sonra ki, o bizə necə gələcək, onun oyunlarına düşməmək üçün arxadan gələn dünya və önümüzdə olan axirət tərəzimizi düzgün qurmalıyıq ki, ta ki Allahın önünə getdiyimiz zaman peşman olmayaq. Ta ki Allahın önünə getdiyimiz zaman, geriyə baxdığımız zaman evlərimiz, miniklərimiz, maşınlarımız, o balışın altında gizlətdiyimiz məbləğlər hamısı bu dünyada qalıb. Fəqət Allahın önünə gedirik ki, Allahın önündə nə var? Allahın önündə qorxa-qorxa verdiyimiz 5 manatlar var. Allahın önündə nə var? O gizli-gizli bilmirsəniz, verəsən, verməyəsən, verəndə peşman olmusan, 20 manat vermirsən, 3 gün fikirləşmirsən ki, görəsən necə olacaq, o 20 manatın axırı necə oldu? 5 manat vermirsən, düşmürsən arxasınca ki, görəsən pul çatdı, yerinə çatmadı. İnsan, miskin insan, gedir görür ki, Allahın önündə bu şeylər var. Belə bir insan saadətə qovuşa bilər. Arxada nə qoydun bəs? Hansı ki, onların heç birisinin sənə faydası yoxdur. Zövcəndir, övladlarındır, anandır, atandır, bəlkə də o miras üstündə dalaşırlar. Bəlkə də o miras üstündə bir-birlərinə artıq düşmən olublar. Bəlkə də o övladın sənin onun üçün əziyyət çəkib qoymuş olduğun evi, bəlkə də bir qumar masasında uduzub artıq. Yəni, heç bir şey bilmirik. Vələv ki, onlar ən gözəl həyatı yaşasalar, vələv ki, onlar ən gözəl şəkildə o mirası bölsələr, sənə nə faydası var? Sənin üçün bunun bir faydası varmı? Sənin üçün Allahın önündə, Allahın önünə göndərmiş olduğun əməllərə baxdığın zaman necə insan tərəzini unudub, necə tərəzini unutmuşuq, necə Allah azza və cəllənin həqiqi diyar olan ahirəti unutmuşuq. Niyə görə Əbu Bakır radiyallahu anhu gözünü qırpmadan Allah yolunda malının hamısını verir? Niyə görə Ömər radiyallahu anhu gözünü qırpmadan malının yarısını Allah yolunda verir? Çünki onlar bilirdilər ki, verdikləri şeylə qiyamət günü qarşılaşacaqlar. Biz bunu bilirik. Bilirik, amma həqiqi mənada qəlbimizdə hiss edirikmi? Məsələ budur. Yəni, bir şeyi bilə bilərsən, şeytan da bir şeyləri bilirdi. Fəqət məsələ nədir? Əməl nöqtəsinə gəlindiyi zaman, bir əməl ortaya qoyulacağı zaman, sən həqiqətən də o iman ilə, o yəqinlik ilə Allaha qulluq eləyə bilirsən, yoxsa yox. Biz buna baxmağımız lazımdır. Əbu Bakır radiyallahu anhu soruşanda ki, ey Əbu Bakır, evdə nə saxladın? Deyir ki, Allah və Rasulunu saxladım. İndi biz evdə 20 manat verəndən sonra, 50 manat verəndən sonra Allah və Rasulunu saxlaya bilirik. Təsəvvür edirsən, adamlar mallarının hamısını veriblər, tərəddüd dahi etməyiblər. Yəni, qəlblərində heç bir narahatçılıq olmayıb. Gizli-gizli əməllər ediblər. İnsanların onlardan xəbərləri olmayıb. İndi biz nəfsimizə baxaq. Həqiqətən bizim üçün axirət yurdu həqiqi yurtdur, yoxsa bu diyar həqiqi diyardır. Rahat bir şəkildə torpaq ala bilirik. Rahat bir şəkildə hər bir şey eləyə bilirik. Evlər ala bilirik, evlər düşünə bilirik. Hər bir şeyi bu dünyada çox rahat eləyə bilirik. Axirətlə bağlı bir məsələ gələndə sanki nəyə bənzəyir? Veririk. Amma əmin deyirik ki, görəsən bununla qarşılaşacam, yoxsa yox. Görəsən bu verdiyim 50 manat, 100 manat ziyana getdi, yoxsa yox. Yəqin olan insan ki, mən bu dünyada sayılı günlərim qalıb. Mənim bu dünyada, əbədi olaraq mən bu dünyada qalmayacam. Bəlli günlərim, bəlli saatlarım qalıb. Mən necə ola bilər ki, Allahın önünə getdiyim, həqiqi olan diyara tədarük göndərim, tədarük edib bir şeylər göndərməyim. Belə bir qəflət ola bilər. Belə bir qəflət ola bilər, yox, belə bir qəflətin içərisindəyik. Allah azza və cəllə halımızı xeyir üzərində düzətsin. Bəs bir insanın malı, mülkü bir müsəlmanın ola bilməzmi? Ola bilər. Elm əhli deyir ki, İmam Əhmədə sual verəndə ki, bir insanın
milyonları, milyardları olsa, bu ona zərər verərmi ey imam deyir. İmam Əhməd deyir ki, zərər verməzdir o vaxta qədər ki, həmin o dünyadır onun qəlbində yox, əlində olsun. Əlində olduğu müddətcə deyir, o şey ona zərər vurmaz. Nə zaman dünya malı insana zərər vurur, o zaman ki onun qəlbindədir. Bəs qəlbdə olmaqla əldə olmaq arasında fərq nədir? Əgər bir insanın dünya qəlbinin içərisindədirsə, vallahi onun malı mülkü olmasa da o dünyanın əhlidir. Gecə başını yatağa qoyanda dünyanı düşünəcək. Başını yataqdan qaldıranda o malı mülkü olan insanlara baxıb onlara həsəd aparacaq. Belə bir insan gecəsi dünya, gündüzü dünya, hətta əlində bir mal olmasa belə. Fəqət bir insan düşün, malı mülkü var, fəqət əlinin içərisindədir, qəlbinin içərisinə düşməyib. Belə bir insana o dünya malı zərər verirmi? Zərər vermir. İnsanlar var ki, vallahi, maşınlarına bir cızıq atıldığı zaman yeri göyü bir-birinə qatırlar. Dünyanın altını üstünə gətirirlər. Səbəb nədir? O maşın onun qəlbinin içərisindədir. O ev onun qəlbinin içərisindədir. Evdə uşaq stəkanı atıb yerə qıranda evi altını üstünə gətirir. Niyə? Çünki o stəkan onun qəlbinin içərisindədir. O ev əşyaları onun qəlbinin içərisindədir. Əlinin içərisində olan insan neynir? Verdiyi də Allahındır. Aldığı da Allahındır. Allah Azza və Cəlləyə həmd olsun deyir. Verdiyinə də aldığına da Allah Azza və Cəlləyə həmd edərək o imtihanı atladır. Dünya bizim əlimizin içərisində olmaq məcburiyyətindədir ki, ta ki yeri gəldiyi zaman onu Allah yolunda infaq edə bilək. Allah bizi malımızla imtihan edib bizdən malları əksiltdiyi zaman yenə eyni şəkildə Allah Azza və Cəlləyə həmd edə bilək. Və sonra şeytanın Allah Subhanahu wa Ta'ala'ya verdiyi başqa bir vəd nə idi? Mən onlara sağlarından yaxınlaşacağam. Sağdan yaxınlaşmaq nədir? Bir misal verəcəm, ta ki sağdan yaxınlaşmaq nədir? Onu anlaya bilək. Şeytan insanı sübh namazına qədər olan nafilə ibadət ki var, gecə namazı, yeri gəldiyi zaman şeytan insana o gecə namazını qıldırır, sübh namazına onu yatızdırmaqdan dolayı. Yəni, sən elə zənn edirsən ki, sən səhərə qədər ibadət etmirsən, fəqət sənin üzərinə vacib olan, sənin üzərinə fərz olan sübh namazından səni məhrum etmək üçün bəzən sənə nə edir şeytan? Sənə salih əməllər belə elətdirir. Çünki şeytan elə bir düşməndir ki, onun tək istəyi var. Sən Allahın önünə, Allahın səndən razı qalmadığı hal üzərində gedəsən. Soldan gəlir, öndən gəlir, arxadan gəlir, bunlar olmadığı zaman insana sağdan gəlir. Və bəzən insanı elə bir oyuna salır ki, insanı elə bir fitnəyə salır ki, insan özü xəbəri olmadan əməllərini puç edir. Siz təsəvvür edin ki, ucub deyilən bir xəstəlik var. Nə deməkdir? İnsanın öz nəfsinə təəccüb etməsi. Yəni, mənim nəfsimdə bilirsən nələr var? Yəni, məsələn, mən gecə Quran oxumuşam səhərə qədər. Gəlir insanların içərisinə, insanlara belə baxır və deyir ki, görəsən heç bunlar nəinki gecə, bu ay ümumiyyətcə Quran oxuyublar yoxsa yox. Sənə öz nəfsivi elə göstərir ki, sanki sənin nəfsin ən üstə, insanların nəfsi isə aşağılardadır. Sanki sən Əbu Bakırsan, qarşında olan insanlar isə münafiq olan insanlardılar. Sənə insanları elə göstərərək, necə sələfdən birisi öz övladı ilə gecə namazına qalxanda, gecə namaz qılır, ən son oğlu oturur, pəncərəni belə açır və deyir ki, ey ata deyir, görəsən deyir, bu insanlar da gecə namazına qalxa biliblər yoxsa yox. Atası deyir ki, vallahi deyir, sənin deyir, gecəni səhərə qədər yatıb qalmağın, səhərə qədər ibadət edib bu sözü deməyindən daha xeyirlidir. Yəni, kaş ki, sən səhərə qədər yatıb qalsaydın, amma qalxıb insanlara belə baxmasaydın. Təsəvvür elə, insan ibadət edir. Lakin gəlir deyir, görəsən bunlar da ibadət ediblər yoxsa yox. İşte şeytan elə bir düşməndir ki, bəzən insana sağdan yaxınlaşaraq insanı həlak edir. Və bizim ən xeyirlilərimiz, bizim sələflərimiz bu məsələni necə də gözəl başa düşmüşdülər. Necə bilirsiniz, Ömər ibn Abdüləziz bir günləri bir yerə məktub yazır. Və o məktubu yazır, sonra məktubu saxlayır, cırır bir kənara qoyur. Bir daha götürür əlinə, təzdən məktub yazmağa başlayır. Bir daha cırır, qoyur bir kənara, ən son dostu deyir ki, niyə belə eləyirsən? Deyir, vallahi deyir, baxıram deyir yazdığım yazıya və nəfsimdə belə bir şey oyanır ki, sən necə bu yazıları gözəl yazmısan, necə bunları bəlağətlə yazmısan, deyir, nəfsimə deyir, həddini bildirirəm, cırıram, qoyuram kənara, yenidən yazıram. Təsəvvür et ki, adam ortaya bir əməl qoyur. Qoyduğu iş gözəl bir işdir. Fəqət o gözəl iş qorxur ki, birdən şeytan o qapıdan gələr. İndi təsəvvür et ki, vallahi bizim bu din üçün etdiyimiz heç bir şey yoxdur. Buna
buna rəğmən nəfsimizi bəzən elə bəyənirik ki, sanki biz olmasaq bu din ortadan qalxacaq. Bəzən nəfsimizi elə bəyənirik ki, sanki biz olmasaq ümmət paramparça olacaq. Bəzən nəfsimizi elə bəyənirik ki, o 5 manat, 10 manat, 100 manat sədəqə veririk. Elə zənn edirik ki, biz o pulu verməsək, bu ümmətin yetimləri az qalacaq. Elə zənn edirik ki, bu dəvət yürüməyəcək. Özümüzdən bir şeylər bilirik. Elə bilirik ki, bunların hamısı bizdəndir. Fəqət necə insanlar, xeyirli insanlar qorxurdular. Ömər radiyallahu anhu minbərə çıxır, deyir ki, ey insanlar, mən deyir, bir zamanlar çoban idim. İnsanların deyir, heyvanlarını otarardım. Və deyir, bunun müqabilində bəzən mənə buğda, bəzən kişmiş, bəzən də ehtiyacım olan bəzi şeyləri verirdilər, deyir. Və bilin ki, deyir, mən deyir, o insan idim, deyir. Və bunu deyir, düşür insanların yanına. Yanında olan dostlarından bəziləri deyirlər ki, ey Ömər, niyə belə elədin ki? Burada deyir, insanlar var ki, onlar misafir olaraq gəliblər. Bu bəldəyə, hani bilirlər ki, burada əmir əl-müminin var, müminlərin əmri var. İndi bu nə idi ki, bunu niyə belə elədin? Deyir, vallahi deyir, sən bilmirsən, deyir. Oturmuşdum, deyir. Birdən deyir, nəfsim mənə dedi ki, ey Ömər, sən bilirsən sən kimsən. Bu qədər insan ki var, sən onların əmir sahibisən. Bu qədər insan ki var, sən onların başında olan müminlərin əmrisən. Deyir, mən də deyir, nəfsimə istədim ki, həddini bildirim. Təsəvvür elə, necə qorxublar onlar. Onlar nəfslərində bir şey görən kimi nəfslərini alçaldıblar, nəfslərini aşağı salıblar. Yəni, Ömər ibn Abdüləziz bir gün minbərdə xütbə verəndə insanların çoxluğunu görür və xütbəni yarıda saxlayır, aşağı inir. Yenə dostları deyirlər ki, ey Ömər, niyə belə elədin? Niyə xütbəni yarıda saxladın? Deyir, insanların çoxluğu məni qorxutdu, deyir. Təsəvvür elə, demir ki, maşallah, əlhamdülillah, bizim dəvətin bəhrəsidir. Bizim dəvətin bəhrəsidir ki, bu qədər adam gəlib mesidə. Necə insanlar var, bu gün miskindilər. Danışır, hər gün danışır. Hər danışanda deyir ki, bizim dəvətin bəhrəsidir 97-dən. Bizim dəvətin bəhrəsidir filan illərdən. Biz əziyyətlər görmüşük, biz belə eləmişik. Hər xütbəsində deyir. Məqsəd nədir? Murad nədir? Niyə bunu belə eləyirsən ki? Qorxmursanmı ki, Allah subhanahu wa ta'ala 97-lərdən 2026-lara qədər çəkmiş olduğun o dəvət həyatı ki var, gedərsən Allahın önünə ki, Allah azza və cəllə sənə sual verər ki, nə üçün bunu eləmişdin? Sən deyərsən ki, ya Rabbi, sənin kəlimən uca olsun deyə. Sən deyərsən ki, ya Rabbi, sənin dəvətin uca olsun deyə. Allah sənə desə ki, sən yalan danışdın. Sən onu etdin ki, insanlar desinlər ki, maşallah, bu dəvət filan kəslərdəndir, bu dəvətin bərəkəti filan kəslərdəndir. Sən yalan danışdın. İnsanlar daha çox o alimdir desinlər deyə etdin. Qarşılığını da onlardan al deyib Allah azza və cəllə səni cəhənnəmə atsa. İnsan məgər bu mənzərədən qorxmur. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bunu xəbər verib aleyhissalatu və səlləm. Onlar necə də qorxublar, sələflərimiz necə əməllərini gizlədiblər. Bugün baxırsan ki, insanlar rahat bir şəkildə etdiyi bütün əməllərdən danışmağı özlərinə bir fərasət bilirlər. Adam gəlir, oturur bir məclisdə, əlhamdülillah deyir, 20 dənə aliyə baxırıq deyir. Filan tələbələri biz oxuduruq deyir. Filan kəslər bizim əlhamdülillah biz göndərmişik oxumağa. Filan kəs belə, 20 dənə ailə bizim üzərimizdədir, 30 dənə ailə bizim üzərimizdədir. Əslində şeytan ona necə gəlib? Sağdan gəlib, insanları təşviq etdə deyir. Denən ki, 20 ailəyə biz baxırıq. Vallahi daha bədbəxt olanlar var ki, onlar nəinki 20 ailə, bir ailədən dahi xəbərləri yoxdur. Fəqət Allah subhanahu wa ta'ala onlara elə bir bəla verib ki, özlərini başqa insanların etdikləri əməl ilə özlərini öz nəfslərinə təəccüb ediblər. Yəni 20 aliyə baxan əslində o qardaşdır. 30 aliyə baxan o qardaşdır. 5 tələbə oxudan o adamdır. Mən onların yanında gəzirəm. Onların havası ilə elə bilirəm ki, mən də bu işin içərisindəyim. Onlar Allah yolunda infaq eləyəndə, onlar Allah yolunda mallarını xərcləyəndə mən arada 5 manat verirəm. Elə bilirəm ki, mən də o 20 ailənin yükü mənim üzərimdədir. Bu daha bədbəxt deyil, yəni. Birinci insan da bədbəxtdir, bu da bədbəxtdir. Fəqət bunun bədbəxtçiliyi daha böyükdür. O biri insan ən azından bu dünyada gözünə girmək istədiyi insanların gözünə girmək istəyir. Malını xərcləyir, riyakarlıq eləyir, təkəbbürlük eləyir. Qiyamət günü gedəcək Allahın önünə heç bir şey yoxdur öz yerində. Bu biri bədbəxt isə nə gözünə girə bilmək istədiyi insanların gözünə girə bilmir, nə də eyni zamanda insanda axirət payı yoxdur. Təsəvvür et ki, hər ikisindən insan məhrum edilir. Ona görə insan bu dünyada nə qədər xeyrə çatsa, nə qədər şöhrətə çatsa, nə qədər sən insanlar içərisində, hətta vələv ki, xeyirlə yad edilsən, desələr ki, maşallah, Əhməd bilirsən nədir? Əhməd müsəlmanların problemi Əhmədin üzərindədir. Maşallah, Əhməd belə, Əhməd elə. Vallahi sənin Allah qatında bir dəyərin olmadıqdan sonra gecə-gündüz denən ki, Ömərdən yoxdur. Gecə-gündüz denən ki, Ömər maşallah, əlhamdülillah, Ömər dəhşətdir. Mənə bir faydası ola bilər bunun. Əgər bir insanın Allah qatında heç bir qədir qiyməti yoxdursa, əgər bir insan Allahın qatında dəyərini itiribsə,
bütün insanlar onu tərifləsə, bütün insanlar gecə-gündüz ona tərif eləsələr, o insan üçün məgər bir faydası ola bilər? Mümkün deyil. Bizim üzərimizə düşən şey Allah Azza və Cəllənin yanında, Allah qatında özümüzü dəyərə mindirməkdir. Allah qatında dəyəri olmayan insan, əmin olun ki, hətta vələb ki, vallahi nə qədər insanlar tərifləsələr də, günün birində Allah o insanları rəzil edir. Sən bir insanı xeyirli insan olaraq bilirsən, sonda görürsən ki, Allah onu rüsvay etdi. Niyə belə oldu? Bəzən təəccüblənirik. Axı bu insan xeyirli insan idi. Axı bu insan malını Allah yolunda xərcləyirdi. Axı bu insan dəvətdə öndə idi. Axı bu insan gecə-gündüz insanları xeyrə çağırırdı. Nə oldu bu insana? Bizim bilmədiyimizi aləmlərin Rəbbi olan Allah bilir. Bizim bilmədiyimiz şey var idi onun içərisində. Bizim bilmədiyimiz xəstəlik var idi onun içərisində. Biz bilmirdik, amma aləmlərin Rəbbi olan Allah bilirdi. Bizim xəbərimiz yox idi. Və mə tuxfis sudur. Allah onun sinəsində olanı bilirdi. Ya'lemu xainətel a'yun və mə tuxfis sudur. Allah onun gözünün arxasında olan xainliyi bilirdi. Allah onun sinəsində gizlətdiklərini bilirdi. Sən mən bilmirdi axı. Allah bilirdi və Allah subhanahu wa ta'ala da onu cəzalandırdı. Necə alimlər deyirlər ki, riyakar insanın deyir, ən böyük bədbəxtçiliyi oradadır ki, deyir, heç bir zaman deyir, görə bilməzsiniz ki, insanlar riyakar olan insanları sevsinlər. Nə qədər belə insanlar olub, gəlir danışır, biz belə, biz elə, bizdən yoxdur, biz belə, biz 97'lərdən başladıq, biz Allah yolunda başımıza bunlar gəldi, belə oldu, elə oldu. İnsanlar bir-birlərinə baxırlar ki, yəni görəsən o qəlbdə niyə görə ona qarşı bir məhəbbət yoxdur? Niyə insan danışır fəzilətindən, amma qəlbdə ona qarşı bir sevgi oyanmır? Amma bir insan düşün, vallahi baxırsan ki, bir məclisdə 50 nəfər, 100 nəfər adam var. Sən həmin bir müsəlman görürsən orada. Allah Azza və Cəllə onun sevgisini sənin qəlbinə yerləşdirir. Üstündən illər keçir, gəlirsən o məclisə, deyirsən ki, sizin aranızda belə bir qardaş var idi. Halbuki bəlkə də səninlə əssəlamu aleykum, aleykum sələmdən başqa aranızda heç bir diyaloq olmayıb. Qardaşlar deyirlər ki, o vəfat etdi, o Allaha qovuşdu, belə oldu, elə oldu. O bilirsən necə bir adam idi, falan əməlin sahibi idi, falan işi görmüşdü. Elə əməllər elirdi ki, hətta burada olan müsəlmanlar onu bilmirdilər. Elə xeyirli işlərin içərisində idi ki, filan kəslər bilmirdilər. Səni gəlib o insanı İllər sonra o müsəlmanlardan soruşduran kimdir? Aləmlərin Rəbbi olan Allah. Çünki bir qul Allah qatında dəyərə mindi mi, Allah onu qullarının gözündə dəyərə mindirəcək. Allah qəlblərdə onun üçün sevgi oluşturacaq. Nə qədər müsəlman qardaşlarımız vəfat edib, vəfat edəndən sonra məlum olub ki, subhanallah, sən demə filan ailələrə baxan bu adam imiş, sən demə filan tələbələrə oxudan bu adam imiş, sən demə İslam dəvətinə yardım eləyən bu adam imiş. Fəqət insanların çoxu bunu bilmirdi. Amma nə qədər insanlar olub ki, onlar mən eləmişəm, mən bu dəvətdə öndə olmuşam, mən filan ailələrə baxmışam, deyib, sonda baxmışsan ki, sən demə bu insanın içi boşluqdan başqa, danışmaqdan başqa bir şey deyildi və baxırsan, şahid olursan, görürsən ki, insanların qəlblərində də belə insanlara bir sevgi, bir məhəbbət yoxdur. Və sonra şeytanın insana gələcəyi yer, insana soldan gələcəyini Allah subhanahu wa ta'ala vəd edib. Soldan gəlmək nə deməkdir? Yəni, ya Rabbi, mən onlara günahları sevimli göstərəcəm. Onlar sənə asili eləyəcəklər. Fəqət ondan, necə bizdə bir söz var, ruhları belə inciməyəcək. Çox narahat olmayacaqlar. Belə bir şəkildə günahları onlara sevimli göstərəcəm. Belə bir şəkildə günahları onlara şirin göstərəcəm. Məgər bugün biz buna şahid olmuruq? İnsandır, gəlir deyir ki, deyir məsələn, filan işimdə filan bir əməl var. Deyirsən ki, olmaz qardaş, haramdır. Deyir qardaş, halal deyənlər var. Və yaxud da deyir ki, qardaş, əslində elə deyil, əslində orada fayda var. Mən o işi bıraxsam, filan ailələrə baxıram, filan yardımda bulunuram, mən onu eləyə bilməyəcəm. Elə zənn edib ki, o onu kəssə, o işi tərk eləsə, Allah üçün Allah Azza və Cəllə onu at saxlayacaq. Elə zənn edib ki, o baxdığı müsəlmanlar ki var, Allah yolunda xərclədikləri, elə zənn edib ki, Allah ona möhtacdır. Haşa, Allah kimsəyə möhtac deyil. Allah Azza və Cəllənin səndən istəmiş olduğu şey Rəbbinə asilik etməməkdir. Sən haram yoldan bir şeylər qazanıb Allah yolunda sərf etmənə aləmlərin Rəbbi olan Allahın ehtiyacı yoxdur. O qədər dünya bizə süslü görsənib ki, vallahi dünyalıqlar üçün insanlar faizə girirlər. Adam danışır, deyir ki, qardaş 20 dənə dükanım var idi. Artıq deyir, elə bir nöqtəyə gəldim ki, mənim deyir, banka girməkdən başqa bir yolum qalmadı deyir. Təsəvvür elə, mənim deyir, banka girməkdən başqa bir yolum qalmadı. Mən deyir, ora girməsəydim, bu 20 dükan da batacaqdı deyir. Mən faizə pul götürməsəydim, işlərimi yoluna qoymasaydım, bu işlər bitəcəkdi. Elə zənn edib ki, bunu etmək olar, şeytan ona süslü göstərib və özünə bəraət qazandırır. Mən deyir, oradan bilirsən nə qədər sədəqə verirəm, qardaş. Təsəvvür elə, şeytan soldan gəlib ona. Şeytan günahları ona süslü göstərib. Şeytan günahları ona elə bir formada göstərib ki, sanki etmiş olduğu şey doğrudur. Vallahi, bıraxın belə insanları. Şeytan bugün
elə bir formada insanlarla oynayıb ki, Türkiyədə açın televizorda danışan hocalar var. Onlar deyirlər ki, ev götürmək, ev almaq zərurətdir. Ona görə deyir, sən deyir, bankdan faizə pul götürüb, zərurət olan ehtiyacını qarşılaya bilərsən. Təsəvvür elə, məgər bu günahların insanların yanında süslənməsi deyil, məgər bu insanların yanında günahların bəzədilməsi deyil, şeytan hər tərəfdən gəlir insana, sağdan, soldan, öndən, arxadan insanın belə bir düşmənə qarşı oyaq olması lazımdır. Və son olaraq, Allah Azza və Cəlləyə şeytan, diqqət edin, bir söz dedi. Sən dedi, onların əksəriyyətini şükr edən olaraq görməyəcəksən. Allahu Akbar. Necə əzəmətli bir şeydir. Elm əhli deyir ki, şeytana bir insan zərər vurmaq istəyirsə, onu zərərə uğratmaq istəyirsə, şeytanı qəzəbləndirmək istəyirsə, Allaha olan şükrünü artırsın deyir. Kim nə qədər Allaha çox şükr edirsə, şeytan bir o qədər qəzəblənir. Kim nə qədər Allah Subhanahu wa Ta'ala çox şükr edirsə, şeytana bir o qədər bərabərində zərər vurmuş olur. Ona görə İmam İbn Qayyim rahimehullah deyir ki, bu din deyir, iki sütun üzərində qurulub. Birincisi səbir, ikincisi isə şükürdür deyir. Şükür həqiqətən çox əzəmətli bir şeydir. Necə Allah Azza və Cəllə öz mübarək kitabında, əgər şükür etsəniz, sizə olan neymətimi artıraram. Əgər nankörlük etsəniz, bilin ki, Allahın əzabı şiddətlidir. Elə bir neymət üzərimizdə olmasın ki, onu biz Allahdan yox, başqa bir yerdən tapmışıq. Elə bir neymət üzərimizdə yoxdur. Necə Allah Azza və Cəllə buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizin üzərinizdə olan neymətlərin hamısı Allahdandır, deyir Allah Azza və Cəllə. Yəni, elə bir neymət ola bilməz ki, birdən düşünərsən ki, bunu çox ağıllı idin deyə tapmışsan. Bunu sən çox güclü idin deyə əldə eləmişsən. Vallahi, çox güclü olan insanlar var ki, onlar Allaha təkəbbür etdikləri zaman, onlar Allaha şükrü unutduqları zaman, Allah Azza və Cəllə o boylu, buxunlu, qollu, bədənli insanları vallahi bir gecə yatır, səhər qalxır, deyir ki, ayaqlarımı yerə basa bilmədim. Yeməyi əlini tutub yemək yeyə bilmir, ətrafda olan insanlara möhtacdır. İnsan Allaha olan şükrünü artırmalıdır. Sual versəniz ki, Allahın bizim üzərimizdə ən böyük neyməti nədir? Nədir Allahın bizim üzərimizdə ən böyük neyməti? Nədir qardaş Allahın bizim üzərimizdə ən böyük neyməti? Allah Azza və Cəllənin bizi hidayət etməsi, bizim Allaha şərik qoşmamağımız, vallahi bundan daha əzəmətli bir şey yoxdur. Ona görə İmam İbn Qayyim rahimehullah deyir ki, bütün dünyalıqlar əlindən çıxsa, əlində olan bütün neymətlər səndən alınsa, tövhid neyməti səndən alınmadığı müddətcə, bil ki, səndən daha betər durumda olan insanlar var. Səndən daha pis durumda olan insanlar var, onlar da kafirlərdir. Təsəvvür edin ki, Allah Subhanahu wa Ta'ala bizə elə bir şəkildə bizi rızıqlandırıb ki, bizim öz istəyimizlə, öz ağlımızla olacaq bir şey deyildi. Çünki Allah Azza və Cəllə bu durumu bizə xəbər verir. Əgər deyir, biz ölüləri onlarla danışdırsaydıq, mələkləri onların üzərinə nazil etsəydik, bütün dəlilləri onların önündə toplasaydıq, Allah diləmədikcə onlar hidayət olan deyildilər, deyir Allah Azza və Cəllə. Deməli, bizim hidayət olmağımızın səbəbi Allah bizi milyardlarla insanın içərisində seçib, bizə hidayət verib Allah Azza və Cəllə. Yəni, sən daha çox ağıllı insansan deyə hidayət olunmamsan, sən daha çox kitab oxumusan deyə hidayət olunmamsan, Allah səni seçib, Allah Azza və Cəllə sənə hidayət edib. Bu günləri biz Allaha şərik qoşan, Allaha şirk qoşan insanlardan ola bilərdik. Qiyamət günü Allahın önünə gedərdik ki, Allah Azza və Cəllə o şeyləri bizdən alıb. Allah Azza və Cəllə bizi salih əməllər zənn etmişik. Fəqət Allahın önünə getmişik ki, Allah Azza və Cəllənin önünə şirklə Allaha əməl etdiyimizdən dolayı Allah onların hamısını puç edə bilərdi. Fəqət Allah bizə hidayət etdi. Allah bizi İslam ilə izzətləndirdi. Gücümüz yetdiyi qədər, dilimiz döndüyü qədər Allaha həmd edəcək. Şirk eləyən insanlar gördüyümüz zaman deyəcək, ya Rabbi, yəni mən neynəmişdim ki, sən mənə hidayət etdin, ya Rabbi. Sən nə qədər əzəmətli bir Rəbsən, ya Rabbi. Sən məni əbədi olacaq bir cəhənnəmdən xilas etmişsən, ya Rabbi. Sənə nə qədər şükür etsəm azdır, ya Rabbi. Təsəvvür et, şükrü bir kənara qoyuruq. Bu günləri insanlar var ki, Allah onları zülmətdən çıxardıb, Allah onları nura salıb, cahili həyatına baxıb darıxan insanlar var, vallahi. Necə elm əhli deyir ki, nə badə deyir, cahili həyatına baxıb cahili həyatı üçün darıxasan deyir. Qorxulur ki, deyir, bir insanın hidayət neymətinin ondan alınmasının ən böyük səbəblərindən birisi insanın cahili həyatı üçün darıxmaqdır. Qorx ki, deyir, Allah səni o darıxmış olduğun həyata geri qaytarsın. Təsəvvür et ki, cahil dostları zina eləyir, cahil dostları qumar oynayır, cahil dostları içki içir, sən də onlara həsrət ilə baxırsan. Sənin də içindən bir şeylər, vaxt var idi biz nələr eləyirdik, vaxt var idi biz belə eləyirdik, biz nə qadınlarla əylənmişik, nə içki masalarında oturmuşuq, nə qumar masalarında oturmuşuq. İnsan o cahiliyə həyatına baxır, özləm duyur.
gec-tez Allah Azza və Cəllənin hidayət neymətini ondan almağına insanın səbəb ola bilər. Ona görə insan o zülmətdən çıxdıqdan sonra həmin o zülmətə gözünün ucu ilə belə baxmamalıdır. Nə cahiliyə həyatı. Ömər radiyallahu anh deyir ki, biz zillət içərisində olan bir topluluq idik. Zillət. Allah bizi o zillətdən İslam ilə neymətləndirdi. Allah bizi İslam ilə izzətləndirdi. Vallahi kim İslamın qədrini bilməsə, kim bu tövhid neymətinin qədrini bilməsə, kim bu tövhid neymətindən dolayı Allaha şükür etməsə, kim sonuc etibarı ilə o cahiliyə həyatına baxıb onlara özləm duysa, bilsin ki, Allah Azza və Cəllənin tövhidi ondan alması an məsələsidir. Və sənin qəlbin elə bir formada çevrilər ki, vallahi bu gün insanlar var ki, şahid olmuşuq, qardaşlar hamısı tanıyırlar. Yəni elə belə xəyal ürünü danışdığımız şeylər deyil. Bu günləri o insanlar vaxt var idi, tövhid dəvətçiləri idi. Vaxt var idi, gecə-gündüz kompüter arxasında oturub kitablar tərcümə eləyirdilər. Vaxt var idi, saytlar yığırdılar, insanlara fətvalar verirdilər. Bu günləri o insanlar bilirsiniz nə deyirlər? Cavanlığımız boşa getdi deyirlər. Təsəvvür elə. Niyə görə insan bu hala düşüb? Məgər o kitab tərcümə eləyəndə belə bir şey ağlına gələ bilərdi? Məgər insanların önündə insanlara Allahı, axirəti, qiyaməti, tövhidi xatırladanda ağlına bu gələ bilərdi? Birisi gəlib ona desəydi ki, sən gün gələcək bu anlatmış olduğun şeylərə boş deyəcəksən, sən gün gələcək bu anlatmış olduğun şeylərə hədər oldu deyəcəksən, əmin olun ki, bəlkə o insanla dalaşardı, bəlkə o insanla savaşardı, amma bu günləri həmin insan o durumdadır. Səbəb, niyə belə oldu? Aləmlərin Rəbbi olan Allah bilir. Onun qəlbində gizlətdiklərini bilir. Onun Allaha, bəlkə də o kitabı yazarkən, bəlkə də kitab tərcümə eləyərkən, insanlara bu dini anlatarkən içərisində bir cahiliyə özləmi var idi. Bəlkə Allahın hidayətindən üst çevirmə bir istəyi var idi. Allah Azza və Cəllə də onu istəmiş olduğu yerə göndərdi. Ona görə qorxulu şeydir. Bir düşmənimiz olduğunu bildik. Hər tərəfdən bizə gələcək. Ailələrimizə gələcək, övladlarımıza gələcək, o yuxularımızda bizə dünyaları göstərəcək. O bəzən qalxır insan yuxudan deyir, gördüm ki, bir samadan pul tapmışam, gördüm ki, villa tikmişəm. Şeytan hər tərəfdən gələcək, yuxusuna girəcək, ayıq başlı olanda gələcək, sağdan gələcək, soldan gələcək, öndən və arxadan gələcək. İnsan düşmənini tanıdığı zaman ona qarşı bir tədarük görür. İnsan düşmənini tanıdığı zaman ona qarşı oyaq olur. Biz də düşmənimizi tanıyacağıq, ona qarşı oyaq olacağıq və o düşməndən aləmlərin Rəbbi olan Allaha sığınacağıq. Necə İbn Qayyim rahimehullah deyir ki, it sənə saldırdığı zaman o itlə uğraşma deyir. Heç bir zaman o itlə məşğul olma. Edəcəyin şey nədir? O itin sahibini çağırmaq, o itin sahibinə sığınmaq. Eləcə də deyir, şeytan sənin üzərinə gəldiyi zaman ondan qorxmağa ehtiyac yoxdur. Ondan çəkinməyə ehtiyac yoxdur. Ya Rabbi, sənə sığınıram. Bu düşməndən sənə sığınıram. Kim Allaha iltica edərsə, kim Allaha sığınarsa, Allahı öz yanında qoruyucu olaraq tapar və şeytan da ona heç bir şəkildə zərər vura bilməz. Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala bizi bir an belə nəfsimizlə baş-başa buraxmasın. Allah Azza və Cəllə dilimizə, qulağımıza, gözümüzə hakim olsun. Allah Azza və Cəllə razı olmadığı heç bir əmələ bizi yönəltməsin. Allah Azza və Cəllə bizi sadəcə razı qaldığı əməllərə yönəltsin. Allah Azza və Cəllə düşmənimiz olan şeytanın oyunlarını görməyə bizə fərasət versin. Onun oyunlarından, onun hilələrindən bizi qorusun. Həm insanlardan, həm cinlərdən olan şeytanlardan bizi Allah Azza və Cəllə mühafizə etsin. Allah Azza və Cəllədən istəyirəm ki, Allah Azza və Cəllə o insanlar ki, müsəlmanlara düşməndilər, o insanlar ki, xaindilər, o insanlar ki, şeytanın orduları da Allah onları bizlərdən uzaq etsin. Allah Azza və Cəllə onları zərərə uğratsın. Allah Azza və Cəllə bu ümmətə, müsəlmanlara xainlik edən, xainlik etməyi planlayan hər bir kəsin hiləsini öz başına çevirsin. Allah Azza və Cəllədən istəyirəm ki, sıxıntıda olan bütün müsəlmanlara yardım etsin. Allah Azza və Cəllə dünyada da, axirətdə də bizi afiyətdə etsin, səlamətdə etsin, saadətdə etsin. Allah Azza və Cəllə bizə od əzabını haram etsin. Allah Azza və Cəllə bizi cənnət əhlinin sakinlərindən etsin. Bizi burada bir araya toplayan Allah subhanahu wa ta'ala bizi bir günləri Firdevs cənnətlərində də bir araya gətirsin. Orada bu günləri xatırlayaq, orada bu anları xatırlayaq. Yəvər deyək ki, ya Rabbi, sənə həmd olsun ki, dünya məşəqqəti bitdi, qardaşlarımızla bərabər, ailələrimizlə bərabər sənin neymətlərin içərisində yaşayırıq. Allah Azza və Cəllə bizə o günləri göstərsin. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Və axiru davana enilhamdülillahi Rabbil aləmin.